Mövzuya. Deməli, Aysun İsmailova haqqında danışmaq istəyirəm. Yazıq Aysun. Dost sözün ağzını ala bilmir. Dostlar haqqında danışa bilmir. Gileylənə bilmir. O dəqiqə altından yazırsınız hamınız mənim adımı. Bilmirəm, məni çox istədiyinizdən mi yazırsınız? Yoxsa davalar üçün, söhbət üçün mü darıxmışsınız, ona görə mi yazırsınız? Amma bir şey qeyd eləmək istəyirəm ki, mən dostlarımı çox sevirəm. Ola bilər ki, gec-gec görüşürəm. Gec-gec görüşmək bu o demək deyil ki, bitdi dostluq. Artıq düzdür, bizim Aysun'la heç vaxt aramızda inciklik olmuyor. Yəni söhbətimiz heç vaxt olmayıb, Allah'a şükür. Bu günə qədər uzun müddətli bizim dostluğumuz var. Amma ola da bilər, yəni bir gün nə vaxtsa bəlkə ola da bilər incikliyimiz. Amma olarsa belə bəzi dostlarımdan olub ki, küsdüyüm, incidiyim anlar olub. Amma o anda da mən onun şəxsiyyətinə, xarakterinə, nə bilim, həyatına, yəni heç vaxt bir söz deməmişəm. Sadəcə mənimlə olan nədirsə məsələsi, sadəcə onu dilimə gətirmişəm. Yəni normalda da belə olmalıdır. Çünki əgər o dost pis insan idisə, niyə ondan dostluq eləyirdin, adama bu sualı verərlər. Və mən buna normal baxmıram. Məndən bu şeyi heç vaxt gözləməyin. Ünsiyyətim, əlaqəm kəsilsə belə, yenə də bir insanın haqqında aşağı yuxarı, irəli geri belə danışmaram heç vaxtı. Şəxsiyyətini ortaya qoymaram. Nə bilim, qısqancdır, qurtdudur, odur, budur. Yəni